Məhərrəmdə, Təbrizdə Şaxseycəl idi. O balaca uşaqlar deyirlər, ey əmcan, əl-ətəş, ey əmcan, əl-ətəş. Bizim də məhəlləmizdə 2 dənə o bədəni xərablardan var idi, elə bu yadıma düşdü. Naiblardan. Yox. Birinin adı Məciddir, birinin adı Əhəddir. İkisi də öldü, Allah rəhmət eləsin. Belə çox sadə danışıydı var. İndi ay Hüseyni buyurdular ki, bir də məsələn Hüseyin, bu Hüseynin ilə o Hüseynin fərqi var. Düzdür. Hamısını Axir Nəbi əleyhissalam qoyarlar, bax, kağızda, namədə, kitabda. Bunlar duymuşlar bir-birlə danışıyor, o biri deyir ki, Əhəd, o da deyir sana Məcid. Deyir bu İmam Hüseyin, çox sadə ha, elə belə. İmam Hüseyin fənni şəvarid deyildilər. Yox. O Əhəd də deyir, necə? Deyir baba, bunlar 70 nəfərdirlər, düzdür. Bunların 72 nəfərdir, ikisini çıxaq eşiyə. Adama yarım metri yer qazsalar, olay 35 metri quyu. Düzdür. Fərətin yanında 4 metridə su çıxar da, dabı şümi qurmusa yalvarmaq nəmnədir? Çox belə sadə, sadə. Əmcan əl-ətəş. O da deyir ki, Məcid də deyir ki, Əhəd qazıblar, daşa çıxıbdır.